Dekabr ayının 25-nə qədər bir köpük belə xərcləmirəm challenge davam edir. Əslində bu günlər ərzində pul xərcləmişəm, bu haqda sonda danışacağam. Deməli, dekabrın 2-si, 3-ü və 4-ü xəstə idim. Ona görə 2-si, 3-ü heç bir yerə getmədim, evdə oturdum, heç işləmədim belə. Amma bir yerdə otura bilmədiyim üçün yenə də ev işləri gördüm. Burada sizə nə demək istəyirəm? Bəzi kommentlər mənə gəlir ki, bəs bu challenge nəyə lazımdır? Onsuz da sən kommunal xərcləri ödəmisən, xaladelnikin doludur. Bəs belə challenge olar. Gəlin belə danışaq. Əslində bunu challenge-ın məqsədi artıq xərcləri, boş-boş alış-verişləri aradan qaldırmaqdır. Yəni mənim məqsədim boş xərcləri sıfıra endirməyə çalışmaqdır. Bu gün ürəyim kruasan çəkdi və dekabrın 2-si ilk xərcimizi həyata keçirdik. 99 sentə kruasan aldım. Əslində marketə girəndə lazım oldu, olmadı, bəzi şeyləri almaq vərdişim var idi. Bunu da sıfıra endirməyə çalışıram. Növbəti gün belə noyabrın 30-u idi hazırladığım bu staliklə yeməyə başladım. Elə həmən gün dekabrın 3-ü ancaq bunu yedim. Və dekabrın 4-ü maşınımda bir problem olduğunu gördüm. Burada sizə benzini göstərirəm. Maşının benzini hələ nə qədər qalıb. Hələ əməlli başlı benzin var. Maşın elə bir ki sürdüyüm zaman sağa doğru çəkməyə başlayırdı. Düşündüm ki, nəsə bir problem var. Zəng etdim mexanika. Mexanik bildirdi ki, bəlkə təkərlərin havası düşüb. Birinci onları yoxlayım. Təkərlərin havasını doldurmaq üçün 1 evro 50 sent ödədim. Çətin görsənsə də o qədər də çətin bir iş deyil idi. Çox rahat başa gəldi. Havanı doldurmağıma baxmayaraq yenə də, yəni düz yolda maşın sağa çəkməyə başlayırdı. Dekabrın 4-ü şirkətimiz tərəfindən təşkil olunan ancaq xanımlar üçün olan tədbirə dəvətli idim. Ora getdim, şam yeməyini orada etdim. Səhər yeməyi üçün isə 2 ədəd yumurta yemişdim. Beləliklə dekabrın 4-ünə qədər 2 evro 50 sent hələ ki xərcləmişəm.